Salamlayıram. Bugün yeni bir mövzunun izahına baxacağıq. Səsim normal gəlir. Bəli, bəli. Ekran necə Nübar müəllimə? Normal görürsüz? Bəli, bəli, görünür. Biz başlayaq yavaş-yavaş, çünki vaxtımız gedir. Digər müəllimlər də yəqin ki, gedişatda qoşular. Deməli Tamam. müəllimlər, hər birinizdən xahişim ondan ibarətdir ki, mikrofonları bağlayın. Tamamilə diqqətiniz izahda olsun. Çünki bugün bizim bilirsiniz ki, əsasən bizə sertifikasiya imtahanında test mərhələsində suallar məzmun və metodika hissəsindən düşəcək. Əksər suallar məzmun və metodika hissəsindən düşür və bugün həmin hissədən, məzmun və metodika hissədən məktəbəqədər təhsilin yaş səviyyələrinə uyğun inkişaf sahələri üzrə ümumi təlim nəticələri mövzusuna baxacağıq. Yəni biz bugün sizinlə öyrənəcəyik ki, məktəbəqədər təhsilin hər yaş səviyyəsinə görə, bilirsiniz ki, çünki qruplar üzrə yaş səviyyəsi dəyişir. Azərbaycanda məktəbəqədər təhsildə uşaqların yaş səviyyəsinə görə qruplar üzrə aparılır təhsil və hər qrup üzrə də biz 4 inkişaf sahəsinin yaşdan asılı olmayaraq 4-ünü də tətbiq edirik. Amma yaş səviyyələrinə görə hər inkişaf sahəsinin özünə məxsus ümumi təlim nəticələri var ki, biz məktəbəqədər təhsil müddəti ərzində uşaqları həmin təlim nəticələrində göstərilən bilik və bacarığa çatdırmalıyıq. Amma öncə mən istəyirəm ki, biz birinci sizinlə həm xatırlayaq, həm də biliklərimizi möhkəmləndirək ki, görək ümumilikdə təlim nəticəsi nə idi? Ötən dərsimizdə buna bir giriş vermişdim, izahını vermişdim qısa olaraq. Bugün isə artıq dəqiqliklə baxacağıq və bizim üçün bu mövzu ümumiyyətlə qaranlıq qalmayacaq. Deməli, müəllimlər, birinci, ümumiyyətlə təlim nəticəsi nədir? Təlim nəticəsi, müəllimlər, uşağın müəyyən bir təhsil və yaxud ola bilər ki, elə məşğələ prosesindən sonra nə öyrəndiyini, nə bacardığını və necə davranacağını, bu öyrəndiyi bilik üzrə hansı fəaliyyətləri bizə göstərə biləcəyini göstərən konkret bir nəticədir. Bu, onun, belə deyək ki, ümumi elmi bir tərifidir. İndi gəlin, sadə formada baxaq ki, təlim nəticəsi nəyi özündə ihtiva eləyir? Yəni, müəllimlər, təlim nəticəsi deyəndə biz onu nəzərdə tuturuq ki, uşağın inkişaf etdiyi bacarıq, bilik və davranışlarının əyani və ölçülə bilən ifadəsidir. Yəni, uşaq nəyi bilir? Uşaq nəyi bacarır? Öz davranışında bacarıqlarını bizə necə göstərir? Əyani formada təlim nəticəsi bax bunu göstərir. Və hər bir təlim nəticəsi SMART qaydasına görə biz nə demişdik? Ölçülə bilən olmalıdır. Sadə dillə desək, müəllimlər hər zaman olduğu kimi, əgər bir məşğələnin məqsədi, tutalım ki, bir nümunə ilə deyək, uşaqların rəngləri tanımasıdırsa, təlim nəticəsi də uşağın hansı rəngləri tanıya bildiyi və onları düzgün adlandıra bilməsi ilə bağlı olacaq. Deməli, təlim nəticəsinin ümumi xüsusiyyətlərinə gələndə aydın və ölçülə bilən olmalıdır. Yəni, təlim nəticəsində uşağın bacarığı konkret şəkildə müəllim tərəfindən müşahidə ilə görünməlidir. Yəni, müəllim öz müşahidəsi ilə görməlidir ki, mənim qrupumdakı uşaqlar bu təlim nəticəsinə çatıblar, yoxsa yox. Təlim nəticəsində göstərilən bilik və bacarığa çatıblar, yoxsa yox. Həmçinin uşağın inkişafına mütləq şəkildə yönəlmiş, istiqamətlənmiş olmalıdır. Yəni, yalnız bilik yox, həm də davranış və bacarıqlar burada nəzərə alınır. Qısa və konkret ifadə olunur demişdik SMART qaydasına görə. Yəni, uzun, ümumi cümlələr şəklində yazmırıq biz təlim nəticələrimizi. Burada daha çox sadə və konkret ifadələrdən istifadə edirik. İndi bura baxın, bu hissəyə. Təlim nəticələrinə uyğun nümunələr var burada. Bir neçə nümunəyə gəlin bərabərcə baxaq. Baxın, 1-3 arası ədədləri, yəni 3 dairəsində olan ədədləri ardıcıl sayır. Baxın, konkretdir də, biz bilirik ki, mən əgər qarşıma belə bir təlim nəticəsi qoymuşam ki, qrupumdakı uşaqlar 1-3 arası ədədləri ardıcıl sayırlar, deməli, bu nəticəyə gətirib uşaqları çatdırmalıyam da, yəni onlar 1-dən 3-ə qədər saymağı bacarmalıdırlar 3 dairəsində. Və yaxud 3 dairəsindəki ədədləri tanıyır. Yəni 1-dən 3-ə qədər olan ədədləri, 1, 2, 3 ədədlərini uşaq gedib başqa ədədlərin, başqa simvolların içərisindən seçib gətirir ki,
Bəli, mən tanıyıram ki, bu 3-dür. Məsələn, üstəgəl işarəsi ilə yanaşı 2 ədədini qoyuruq. Deyirik ki, uşağa, get bunların arasından 3-ü tap gətir. Uşaq gedib üstəgəl işarəsini, plus işarəsini gətirmir, gedib 3-ü gətirirsə, deməli, bu ədədi tanıyır. Oyun zamanı oyuncaqlarını dostları ilə paylaşır. Baxın, bu da bir təlim nəticəsidir. Yəni, qarşımıza belə bir məqsəd qoyuruq ki, qrupdakı uşaqlara oyuncaqlarını paylaşmağı öyrədəcəyik. Şəkil çəkərkən ən azı 3 fərqli rəngdən istifadə edir. Deyək ki, payız fəslində, payız fəslinin rəngləri ilə bağlı uşaqlara tapşırıq vermişik və deyirik ki, burada sarı, qızılı və qəhvəyi rəngdən istifadə et. Baxırıq ki, uşaq məqsəd yönlü şəkildə həmin 3 rəngdən istifadə edirsə, deməli, burada yazdığım şəkil çəkərkən, rəsm çəkərkən və yaxud da ən azı 3 fərqli rəngdən istifadə edir təlim nəticəsinə uşaq deməli çatıb. Çəkdiyi rəsmi izah edir. Aha, deyək ki, rəsm çəkməyə uşaqlara tapşırırıq və o rəsmi uşaqlar gəlib sonra izah edirlər ki, mən burada ailə üzvlərimi çəkmişəm və yaxud hansısa bir meyvəni çəkmişəm. İzah edib danışa bilir də, düzdür? Biz bunu müşahidə edib qiymətləndirə bilirik də, düzdür? Deməli, necə oldu? Ölçülə bilən bir təlim nəticəsi oldu da, düzdür? Baxın, bunlar hamısı təlim nəticələrinin xüsusiyyətlərinə uyğundur, sadədir, konkretdir və uşağın öz bacarığını bizə qaytarıb göstərə bilməsi ilə bağlıdır. Mütləq şəkildə uşaq təlim nəticəsində öyrəndiyi biliyi öz hərəkətləri iləmi, öz davranışı iləmi, öz fəaliyyəti iləmi bizə qaytarıb göstərməlidir. Yoxsa təlim nəticəsi yerinə yetirilməmiş sayılır. Mən ha gəlim dərsi izah eləyim gözəl-gözəl, məşğələmi keçim. Uşaq mənim ona öyrətdiyimi öz davranışı ilə mənə qaytarıb göstərə bilmirsə, nümayiş etdirə bilmirsə, deməli mən təlim nəticəmə çatmamışam. Təlim nəticəmə çatmadığıma görə də alt standartımı reallaşdıra bilməmişəm. Və müəllimlər, məktəbəqədər təhsildə bizim keçdiyimiz mövzular, ümumi məktəbəqədər təhsilin məzmunu yaş qruplarına uyğun olaraq siz bilirsiniz ki, sadədən mürəkkəbə, asandan çətinə doğru prinsip əsasında məntiqi ardıcıllıq və sistemlə müəyyənləşdirilir. Və məktəbəqədər təhsilin sonunda ümumi təlim nəticələri var ki, bizim bugünkü mövzumuz elə formada təqdim olunub ki, yaş qrupları üzrə biz artıq həmin təlim nəticələrinə uşaqları çatdırdıqca burada ibtidai təhsillə məktəbəqədər təhsil pilləsi arasında bir varislik gözlənilir. Yəni, məktəbəqədər təhsilin əsas məqsədi nə idi? Uşağı məktəb həyatına, ibtidai sinifə, təhsilin növbəti pilləsinə, məktəb həyatına hazırlamaq. Bir məqsədi də, əsas məqsədlərindən də biri buydu. Və bunu biz uşaqları həmin ümumi təlim nəticələrinə çatdırmaqla, alt standartlarımızı reallaşdırmaqla həyata keçirdirik. Bu, öz başına bir şəkildə baş vermir. Sistemli bir formada davam edir. Və məktəbəqədər təhsildə təlim nəticəsi uşağın öyrəndiyi bilikləri, inkişaf etdirdiyi bacarıqları, göstərdiyi davranışları bir növ özündə əks elətdirir. Məktəbəqədər təhsilin sonunda da müəllimlər bilirsiniz ki, bizim 4 dənə deməli məzmun xəttimiz var idi, inkişaf sahəmiz var idi və həmin inkişaf sahələrinə uyğun olaraq da uşaq fiziki, idraki, estetik yaradıcı və sosial-emosional sahələrdə inkişaf etmiş, gündəlik həyatda müstəqil, uyğun davranışlar göstərə bilən formalaşmış bir şəxs olur. Və bu nəticə uşağın ümumi hazırlıq səviyyəsini göstərir də, düzdürmü? Və məktəbə keçid üçün də əsas bilik və bacarıqları özündə, davranışları özündə əhatə eləyir də, düzdürmü? Deməli, müəllimlər, ümumi təlim nəticələri də bax bizim bu məktəbəqədər təhsil dövründə uşaqların yaş qruplarına görə uşaqlardan nə gözlədiyimizi göstərir. Ən sadə formada budur. Yəni, ümumi təlim nəticələrinə baxırıq, müəyyənləşdiririk ki, uşaq məktəbəqədər müəssisəyə, bağçaya qəbul olur və bu qəbul müddətində axı uşağa biz nələrsə öyrətməliyik də, dövlət qarşımıza standartlar qoyub. Göstərir ki, uşaq məzun olanda bu bacarıqlara yiyələnməlidir. Necə ki, uşaq ibtidai sinifdən məzun olub, yuxarı siniflərə keçəndə, yuxarı sinif müəllimləri gözləyir ki, uşaqlar Azərbaycan dilinin qayda qanununu bilsin, riyaziyyata dair ümumi əsas təməl bilgiləri bilsin. Eləcə də ibtidai sinifə qəbulda, ibtidai sinif pilləsi, ümumi orta təhsil pilləsi gözləyir ki, məktəbəqədərdən də
4 inkişaf sahəsi daxilində uşaq müəyyən bacarıqlara yiyələnib gəlsin məktəbə. Bax, o yiyələnib gəlməli olduğu məsələlərin hamısı ümumi təlim nəticələri hissəsində göstərilib. Bir-bir baxacağıq. Bəs müəllimlər, burada bir məsələ var. Məktəbəqədər təhsildə ümumiyyətlə 3 cür təlim nəticəsi var. Biri bizim bugün keçəcəyimiz 3 cür təlim nəticəsinə rast gələ bilərsiniz ümumiyyətlə fəaliyyətiniz dövründə. Biri elə bizim bu yaş səviyyəsinə uyğun inkişaf sahələri üzrə ümumi təlim nəticələri bugün keçəcəyimiz. Bir də var ikinci bir təlim nəticəsi növümüz məzmun üzrə təlim nəticələri. Yəni ümumi bir mövzu üzrə bilik və bacarıqlar. Deyək ki, bizim bir mövzumuz var, fəsillər mövzusu. Bu mövzunun içərisində, bu mövzunu əhatə eləyən bir neçə dənə məşğələ təşkil edirik qruplarla. Bir gün fəsillərin xüsusiyyətlərini keçirik. Bir gün keçirik ki, uşaqlar, məsələn, yay fəslində əynimizə necə geyinirik, qışda necə geyinirik. Bir gün keçirik ki, hava necə olur, yay fəslində necə olur, qışda necə olur. Baxın, bunlar hamısı fəsillər mövzusunun içindəki xırdalıqlardır. Amma biz bunların hamısını bir məşğələyə yığmırıq ki, mövzu qoyuruq, bir-iki həftə o mövzunun ətrafında dövr eləyən məşğələlər keçirik. Bax, məzmun üzrə ümumi təlim nəticəsi, məzmun üzrə təlim nəticəsi, baxın bu ikincisi. Elə odur. Yəni, ümumi bir mövzu üzrə təlim nəticəsi. Yəni, bir müddət davam eləyir. Bir də var, üçüncü növ təlim bizim nəticəmiz. Bu da artıq hər məşğələ üçün olan təlim nəticəsidir. Yəni, hər məşğələnin ən azı 1-2-3 dənə təlim nəticəsi olur və orada da artıq, məsələn, deyək ki, mövzumuz var idi. Bir 10 gün ərzində reallaşdırırıq fəsillər mövzusunu, içərisinə çox şey daxildir. Hava proqnozu necə olur fəsillərin dəyişəndə, fəsillərin xüsusiyyətləri necədir, təbiət necə görünür, bir gün bunu keçirik, bir gün fəsillərdə biz əynimizə necə geyinirik. Baxın, bu, məsələn, deyək ki, bir məşğələmiz var və bu məşğələ üçün bir təlim nəticəsi yazırıq ki, biz bugün bu 20 dəqiqəlik məşğələdə, böyük qrupda uşaqlara öyrədəcəyik ki, fəslə uyğun necə geyinirlər. Müxtəlif geyimlər paylayacağıq, şəkillərini, kartlarını, qış geyimləri, yay geyimləri və uşaqlardan istəyəcəyik ki, qruplaşdırsınlar. Uşaq nazik paltarları, nazik köynəyi, şortiki gedib yay fəslinə uyğun seçəcək, qalın paltonu, papağı qış fəslinə uyğun seçəcək, fəslə uyğun qruplaşdıracaq da, deyək ki, kartlarda tətbiq etmə zamanı, məşğələnin içərisində. Deməli, bu da olacaq mənim hər məşğələm üzrə bir təlim nəticəm. 3 dənə təlim nəticəmiz var bizim məktəbəqədər təhsildə, 3 növdür. Və ümumi təlim nəticəsi, deyək ki, məktəbəqədər təhsildə uşağın yaş səviyyəsinə, bugün biz sizinlə bu ümumi təlim nəticəsinə baxırıq da birinciyə. Deməli, bu ümumi təlim nəticələri uşağın yaş səviyyəsinə uyğun olaraq tədris ili ərzində, yəni bir il ərzində qazanması nəzərdə tutulan bilik, bacarıq və vərdişlərin ümumi səviyyəsini göstərir. Məzmun üzrə təlim nəticəsi isə bir mövzu üzrə, ola bilər ki, bu 10 gün davam eləsin, 2 həftə davam eləsin. Hər məşğələ üzrə təlim nəticəsi isə sırf bir məşğələyə aid olur. Gəlin biz bugün sizinlə baxaq ki, bir il ərzində, tədris ili ərzində bir qrupun əvvəlindən sonuna qədər uşaqlar hansı ümumi təlim nəticələrinə yiyələnməlidirlər və burada bir şey də nəzərə almalıyıq ki, ümumi təlim nəticəsi ilin sonunda, yəni dediyim kimi, uşağın nələri bacarmalı olduğunu göstərir. Baxın, bir ilin sonunda uşaq nələri bacarmalıdır. Məsələn, 5 yaşlı uşaqlar üçün deyək ki, belə bir təlim nəticələri ola bilər bir il ərzində. Özünü ifadə eləyə bilir. Biz gözləyirik ki, böyük qrupda uşaqlar özünü ifadə eləyə bilsinlər. Sadə riyazi anlayışları istifadə eləyə bilir. Nə bilim, müqayisə edir, qruplaşdırır, fərqləndirir kimi riyazi anlayışları, sağlamlıq və gigiyena qaydalarına əməl eləyir, həmyaşıdları ilə əməkdaşlıq edir. Yəni, mənim bir il ərzində gözləntim budur ki, 5 yaşlı uşaqlar burada göstərilən bacarıqları nümayiş elətdirə bilsinlər. Yəni, ümumi təlim nəticəsi uşağın inkişaf istiqamətini, öyrənmə məqsədini göstərən bir yol xəritəsi kimi bir şeydir. Və məktəbəqədər təhsildə uşaqların inkişafı bilirsiniz ki, hər yaş dövrünə görə, hər yaş xüsusiyyətinə görə bir-birindən fərqlənir və biz də işimizi onların yaş xüsusiyyətlərinə uyğun planlaşdırırıq. Körpələr qrupuna gedib 5 yaşlı qrupun təlim nəticəsini reallaşdıra bilmərik ki,
Hər yaş dövrünün özünün xüsusiyyəti var, özünə məxsus xüsusiyyətləri var və bacarıq səviyyələri də, əlbəttə ki, təlim nəticələri də fərqli olur. Və ümumi təlim nəticələri müəllimlər elə inkişaf sahələrimizə uyğun olaraq 4 hissəyə bölünür. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsinin ümumi təlim nəticələri, idrakin inkişafının özünün təlim nəticələri, estetik yaradıcının özünün təlim nəticələri və əlbəttə ki, sosial, emosionalın özünün təlim nəticələri. Və bu sahələr, müəllimlər, bilirsiniz ki, hamısı bir-biri ilə sıx şəkildə əlaqəlidir. Biz inkişaf sahələrini bir-birindən ayrı təsəvvür eləmirik. Hamının 4 inkişaf sahəsinin dördünə də eyni qaydada diqqət ayırırıq, eyni qaydada uşaqları inkişaf etdirməyə çalışırıq. Və hər yaş qrupu üçün də bilirsiniz ki, körpələrdən tutmuş böyük qrupa qədər məktəbə hazırlıq da daxil olmaqla uşağın bacarıqları neyinir? Tədricən mürəkkəbləşir də müəllimlər. Yaş artdıqca bacarıq da mürəkkəbləşir. İndi gəlin bu mərhələləri sizinlə ardıcıl şəkildə bir baxaq. Deməli, ümumi inkişaf və təlim nəticələri dedik ki, məktəbəqədər təhsilin yaş qrupları üzrə sonunda uşağın əldə etməli olduğu bir nəticələrdir. Və biz burada buna baxırıq, əsas bunu yadda saxlamalıyıq ki, hər inkişaf sahəsinə də uyğun olaraq özünün ümumi təlim nəticələri var. Baxın, körpələr qrupu, bilirsiniz ki, birinci körpələr qrupu və ikinci körpələr qrupu erkən inkişaf dövrünü əhatə edir. Baxın, bu şəkildə göstərdiyim kimi 0-3 yaş dövrünü. Hər 4 inkişaf sahəsinin 4-ünün özünün də bu yaş qrupuna uyğun ümumi təlim nəticələri var. Orta qrupun özünün də təlim nəticələri var, böyük qrupun özünün də, məktəbə hazırlıq qrupunun özünün də ümumi təlim nəticələri var. Yəni, hər bir yaş səviyyəsi üzrə ümumi təlim nəticəsi var və yaş səviyyələrinə uyğun da inkişaf sahələri üzrə qruplaşdırılır bu təlim nəticələri. İndi gəlin birinci növbədə baxaq ki, sizinlə bərabər bu 0-3, daha doğrusu 1-3 yaş dövründə, yəni erkən inkişaf dövründə, birinci körpələr qrupunda, ikinci körpələr qrupunda tamı-tamına orta qrupa qədər 4 inkişaf sahəmizin hansı təlim nəticələri var? Deməli, bu yaş dövründə müəllimlər, erkən inkişaf dövründə 1 yaşdan 3 yaşa qədər fiziki inkişaf, sağlamlıq və təhlükəsizliklə bağlı bizim belə bir təlim nəticələrimiz var ki, uşaq sadə fiziki hərəkətləri yerinə yetirir, sadə gigiyena qaydalarına əməl edir, masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir, həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalayır. Baxın, burada baxın, sadalayır sözünü belə ayırd eləmişəm. Niyə görə? Çünki sadalamaq, hələ uşaqlar bu dövrdə onlarda nitq yeni formalaşır, hələ əşyaları yeni öyrənirlər, sadəcə adlarını deyirlər. Yəni, ona görə uşaqlardan gözləntimiz bundan ibarətdir ki, onlar hələ ki sadəcə sadalayırlar, adlandırırlar. Məsələn, sağlamlığa təhlükə yarada biləcək əşyaları. Məsələn, sağlamlığa təhlükə yarada biləcək əşya ilə uşaq hələ təhlükəsiz davrana bilmir bu yaşda. Hələ onları sadalamağa başlayır ki, qayçı kəsicidir, bıçaq kəsicidir, soba istidir. Amma 1-3 yaş dövründəki uşaqdan biz gözləyə bilmərik ki, uşaq qayçıdan götürüb təhlükəsiz şəraitdə istifadə eləsin. Bu artıq yuxarı yaş qruplarına aiddir. Bəs idrakin inkişafı ilə bağlı nə var bu yaş qrupunda? Baxın, özünü, ailə üzvlərini, vətənini adlandırır. Atasını, anasını adlandırır, adlarını deyir, hansı ölkədə yaşadığımızı deyir. Sadə suallar əsasında danışır. Məsələn, ona biz bu suallar veririk ki, bu nədir, bu kimdir? Uşaq bu suallara cavablar verir. Müşahidə etdiyi əşyaları adlandırır. Barmağı ilə göstərir ki, bu saatdır, bu kitabdır. Sadə riyazi təsəvvürlərə malik olduğunu nümayiş etdirir. Hansı azdır, hansı çoxdur, hansı böyükdür. Deyir ki, məsələn, bu top böyükdür, bu top kiçikdir. Bu, nə bilim, qələm daha uzundur və yaxud bu qələm daha qısadır. Ölçü anlayışını da başa düşdüyünü nümayiş elətdirir. Dairəvi əşyaları adlandırır. Məsələn, top, boşqab kimi dairə şəklində olan. Bəs estetik yaradıcı inkişaf baxımından hansı bizim təlim nəticələrimiz var ümumi, gözlədiyimiz bu 1-3 yaş qrupundan? Odur ki, estetik yaradıcı inkişaf baxımından təsvir vasitələrindən təyinatına görə istifadə edir. Ümumi əsas rəngləri qırmızı, yaşıl, sarını adlandırır və hərəkətlərini musiqinin melodiyasına uyğunlaşdırır. Təsvir vasitələrindən təyinatına görə istifadə edir, o deməkdir ki, yəni qələmi alıb bir kağız üzərində kiçik bir cızma-qara eləyir. Rəngləri ümumi 3 əsas rəngi adlandırır. Məsələn, ola bilər ki, qəhvəyini adlandıra bilmir.
Ola bilər ki, bozu adlandıra bilmir, amma əsas rənglərdən qırmızı, yaşıl, göydür, sarıdır, bu rəngləri adlandıra bilir. Və hərəkətlərini də yavaş-yavaş bir musiqidə melodiyasında uyğunlaşdırır. Yəni daha belə deyim, sakit mahnıda sakit-sakit belə yerində yellənib oynayır, amma daha sürətli, daha şən mahnıda artıq daha hərəkətləri olur. Yəni musiqinin melodiyasına uyğun öz hərəkətlərini yavaş-yavaş tənzimləməyə başlayır. Və sosial-emosional inkişaf sahəsi baxımından 1-3 yaş qrupundan biz nə gözləyirik? Onu gözləyirik ki, uşaq bu dövrdə artıq onun lüğətində 300-ə qədər bir söz olmalıdır. Erkən inkişaf dövründə ki, uşağın öz söz ehtiyatında, söz bazasında 300 dənə söz bilməlidir. Və ilkin ünsiyyət bacarıqlarını da burada nümayiş etdirməlidir. Gəl, apar, götür, cümlə qurmağı bacarmalıdır. Daha sonra ikinci körpələr qrupunda 2-3 yaş dövründə sadə cümlələr qurmağı bacarmalıdır, fikrini çatdırmağı bacarmalıdır. Yəni ilkin ünsiyyət bacarığı bu deməkdir. Və bir də burada var, hissləri başa düşür və adekvat cavab verir. Adekvat cavab vermək o deməkdir ki, müəllimlər, hər şeyə ona uyğun cavab vermək. Məsələn, kimsə gəlib bizə bir kobudluq eləyirsə, biz ona qarşısında kübar davranırıqsa, deyiriksə ki, hə, çox yaxşı elədin, nə gözəl edirsən, mənə kobudluq edirsən. Yəni onun layiqli, mədəni şəkildə söhbət gedir, cavabını verə bilmiriksə, bu o deməkdir ki, biz ona layiqli bir uyğun cavab verə bilmirik. Və yaxud kimsə də bizə çox mehriban davranır, nəzakətli davranır, mədəni davranır, amma biz ona hər zaman kobudluq eləyirik, aqressiv davranırıq. Deməli, biz həmin insana adekvat cavab vermirik, fərqli cavab veririk. Adekvat cavab vermək uyğun cavab verməkdir. Kobudluğa kobudluqla deyək ki, nəzakətli davranışa nəzakətlə, mədəni qayda ilə deyək ki. Bəs uşaqlarda bu adekvat cavab vermə nə deməkdir? Birinci növbədə bizim uşaqlardan bu erkən inkişaf dövründə sosial-emosional inkişaf sahəsi daxilində ümumi təlim nəticəsinə görə gözləntimiz budur ki, uşaq hissləri başa düşsün. Yəni adlandırsın ki, nə vaxt kədərlidir, nə vaxt qəzəblidir, nə vaxt sevinclidir və ona uyğun cavab versin. Uyğun adekvat cavab vermək uşaqlarda belə alınır ki, məsələn, biz uşağın üzünə gülümsüyürük, uşaq da qayıdıb bizə gülümsüyür. Üzümüzü turşuduruq, uşaq da dodaqlarını sallayır, üzün turşudur. Demək ki, sənin ona üzündə, simanda nümayiş elətdirdiyin o hissi uşaq sənə qaytarır. Yox, əgər onu qaytarmırsa, biz uzun müddət müşahidə ediriksə ki, burada bir problem var, demək ki, uşağın bu hissi qavrayışında müəyyən problemlər ola bilər ki, biz onu artıq mütəxəssisə yönləndiririk. İndi gəlin baxaq. Orta qrupda, artıq 3-4 yaşda burada vəziyyət necədir? Deməli, axı mən sizə dərsin əvvəlində bir şey dedim, gəlin onu da bir xatırlayaq ki, bu varislik prinsipi əsasında sistemli mərhələli şəkildə sadədən mürəkkəbə doğru dəyişir. Yəni, ümumi təlim nəticələri, müəllimlər, sizə belə bir sual gəlsə və yaxud qarşınıza bir situasiya çıxsa ki, məktəbə qədər təhsildə, inkişaf sahələri üzrə ümumi təlim nəticələri hansı prinsip əsasında formalaşdırılır? Birbaşa konkret cavab veririk ki, varislik prinsipi əsasında. Niyə? Çünki yaş qrupları arasında axı bizim onlara öyrətdiyimiz bilik və bacarıqlar uşağın yaşı artdıqca sadədən mürəkkəbə doğru mürəkkəbləşir, dərinləşir. Demək ki, didaktik prinsipləri keçəndə mən sizə demişdim. Bunu hansı prinsipimiz müəyyənləşdirir? Bunu varislik müəyyənləşdirir. Demək ki, ümumi təlim nəticələri varislik prinsipinə söykənir. Həm də burada inteqrativlik prinsipinə də uyğun gəlir. Orada da bir bağlantı var. Çünki bütün sahələr də bir-biri ilə nədir? Əlaqəlidir. Yaxşımı? İndi baxaq ki, orta qrupda 3-4 yaşda hansı bacarıqlarımız sahələr daxilində baxın necə mürəkkəbləşir. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Fiziki hərəkətləri artıq müvazinətini saxlayaraq yerinə yetirir. Baxın, müvazinət anlayışı kiçik qrupda yoxdur. Amma artıq orta qrupda müvazinətini saxlamaq bacarığı var. Demək ki, bu aiddir, açar sözüdür. Orta qrupdan başlayaraq 3 yaşdan sonra müvazinəti saxlamaq, balansı saxlayaraq yerimək. Baxın, müvazinət, balans artıq orta qrupdur. İlkin gigiyena qaydalarını mənimsədiyini nümayiş elətdirir. Əllərini yumaq, öz dəsmalından istifadə etmək kimi bacarıqlara, masa arxasında yemək dəstindən istifadə bacarığını artıq çəngəldən və qaşıqdan
doğru düzgün istifadə edir. Məsələn, kiçik qrupda biz ancaq qaşıqdan istifadəni gözləyirik, amma bu dəfə artıq uşaq çəngəldən də düzgün istifadə edir, qaşıqdan da düzgün istifadə edir. Həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları əlamətlərinə görə fərqləndirir. İndi bura baxın. Biz birinci körpələr qrupunda, ikinci körpələr qrupunda nə dedik? Həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları hələ ki sadalayırdı uşaq. Hələ ki adlarını deyirdi. Bu qayçıdır, bu bıçaqdır, bu kəsicidir, bu sobadır, bu qaynardır. Yaxşı, amma baxın, orta qrupda bacarıq necə dərinləşir varislik prinsipi əsasında. Həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları artıq əlamətlərinə görə fərqləndirir. Deyir ki, hansı kəsicidir, hansı qaynardır, o bizə hansı məsələn xəsarəti yetirə bilər. Artıq əlamətlərinə görə fərqləndirmə başlayır uşaqda. İdrakin inkişafında. Özü, ailəsi, vətəni haqqında artıq suallara cavab verir. Kiçik qrupda belə idi ki, hələ ki adlandırırdı. Ata kimdir, ana kimdir, anamın adı nədir, atamın adı nədir, ölkəmin, yaşadığım vətənin adı nədir? Amma artıq vətən haqqında suallara cavab verir. Deyirik ki, məsələn tutalım ki, bizim ölkəmiz haradır, vətənimiz haradır, deyir Azərbaycan. Deyirik paytaxtı haradır, deyir Bakı. Məsələn tutalım ki, deyirik ki, ailəsi haqqında suallara cavab verir. Ailədə neçə nəfərik, ayrı üzvlərimiz kimlərdir, atam harda işləyir, anam harda işləyir. Baxın, bunlar artıq dərinləşir də bilik. Əşyalar və sadə sujetli şəkillər üzrə danışır, müşahidə etdiyi əşyaları bir-birindən fərqləndirir. Artıq baxın, əşyalarla 3 dairəsində riyazi əməliyyatları da yerinə yetirir. Halbuki kiçik qrupda baxın, idrakin inkişafında hələ ki, məsələn, ilkin riyazi təsəvvürləri formalaşdırırdıq da, az, çox, böyük, kiçik, uzun kimi. Amma burada 3 dairəsində riyazi əməliyyatları yerinə yetirməsi var. Əşyaları forma və ölçüsünə görə fərqləndirir. Fərqləndirir ki, hansı dairədir, hansı kvadratdır, hansı böyükdür, hansı kiçikdir, hansı yumrudur, hansı sərtdir. Həndəsi fiqurları. Baxın, 3 dənə həndəsi fiquru tanımalıdır bu dövrdə. Dairə, üçbucaq və kvadrat. Baxın, mötərizədə hətta verilir. Baxın, ümumi təlim nəticələrinin belə bir xüsusiyyəti var ki, mötərizədə də verilir ki, məhz hansı həndəsi fiqurlardan burada söhbət gedir. Yəni, burada uşaq trapesiyanı təbii ki, tanıya bilməz də. Rombdur, trapesiyadır, konusdur. Bunlar artıq böyük yaş dövrünə aiddir. Amma dairə, üçbucaq, kvadratı bu dövrdə tanıyır. Halbuki, burada biz hələ ki, ancaq, məsələn, kiçik qrupda dairəvi əşyaları adlandırırdı. Boş qab kimi, top kimi. Burada isə artıq dairə, üçbucaq, kvadrat daxil olur. Bəs estetik yaradıcı inkişafla bağlı bizim gözləntimiz bunlar dövlətin standartlarıdır da müəllimlər. Yəni, dövlətin konkret gözləntiləri bunlardır ki, yaş qrupuna görə müəyyənləşdirmək ki, belə deyim, biz uşaqlardan nəyi gözləyirik bu yaş dövründə? Sadə riyazi təsvirlər çəkir. Baxın, estetik yaradıcıda artıq, daha doğrusu sadə təsvirlər çəkir. Artıq ağac şəklini çəkə bilir. Məsələn, kiçik yaşda qırıq-qırıq nələrsə çəkirdisə, artıq burada, məsələn, top çəkir, ağac çəkir, ev şəkli çəkməyə çalışır. Təsvirlərində artıq uyğun rənglərdən istifadə edir. Yəni, məsələn, ot şəkli çəkirsə, otu götürüb, məsələn, yaşıl eləməlidir, rəngləməlidir. Qara rəngləyə bilməz. Əgər uşaq günəş çəkirsə, günəşi sarı yox, götürüb qara ilə rəngləyirsə, artıq bu bizə bir siqnaldır. Gözləntimizdə artıq bir siqnal yaranır ki, burada nəsə düz getmir. Musiqini anladığını ifa bacarığı ilə nümayiş elətdirir. Yəni, zümzümə eləyir də, elə bir mahnılara qoşulur. Sosial-emosional inkişaf baxımından da artıq sadə ünsiyyət etiketlərinə əməl edir. Bu nə deməkdir, müəllimlər? Birinci dövrdə biz gözləyirdik ki, uşaq ünsiyyətə girməyə çalışır. Amma bu dövrdə artıq sağ ol, təşəkkür eləyirəm, zəhmət olmasa, çox sağ olun. Bunlar sadə ünsiyyət etiketləridir də, yavaş-yavaş bunları dilinə gətirməyə başlayır. Həmçinin arzu, hiss və hərəkətlərini də ifadə edir. Deyir ki, mən sevincliyəm, kədərliyəm və yaxud qəzəbliyəm, mən nə istəyirəm, ümumiyyətlə öz fikirlərini artıq, hisslərini artıq, istəklərini sərbəst şəkildə bu 3-4 yaş dövründə uşaq sərbəst şəkildə bildirməyi bacarmalıdır. Əgər bildirə bilmirsə öz istəyini, demək ki, burada nəsə bir bizim daha dərindən düşünməli olduğumuz bir məqam var. Bəs indi baxaq. Böyük yaş qrupunda, böyük qrupda
4-5 yaşlıların qrupunda. İnkişaf sahələrinə aid təlim nəticələrimiz hansılarıdır? Deməli, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsi daxilində müəllimlər. Bu hissəni diqqətlə dinləyin. Artıq baxın 3-4 yaş qrupunda nə idi? Balans və müvazinəti saxlamaqla hərəkətləri yerinə yetirmək daxil olmuşdu. Bu orta qrupdadır. Bunu bildik. Bəs indi 5 yaşlılardan biz nə gözləyirik? Baxın, burada bir məsələ var. Bura diqqət yetirin. Situasiyada qarşınıza çıxırsa ki, müəllimlər, uşaq verilən komandaya, yəni müəllimin ona verdiyi komandaya, tapşırığa uyğun olaraq hərəkətləri yerinə yetirirsə, bu artıq böyük qrupdur. Məsələn, mən deyirəm ki, top qoyuram öz deməli məşğələmdə, fəaliyyətimdə top qoyuram otağın müəyyən bir küncünə. Deyirəm ki, həmin topu əvvəlcə sürətli qaçmaqla, sonra yavaş-yavaş yeriməklə, növbəli şəkildə bu hərəkəti dəyişməklə birinci qaça-qaça gedib yolun yarısına qədər, yolun yarısından sonra topa doğru hərəkətlə yavaş-yavaş, yəni yavaş gəzərək gedib mənə gətir. Artıq bir komanda verdim də uşağa, bir tapşırıq verdim ki, bu cür gətir. Verilən komandaya uyğun gedib gətirirsə, bu artıq böyük qrupdadır. Müəyyən olmuş gigiyena qaydalarını, artıq uşaq gigiyena qaydalarını biraz daha yaxşı mənimsəyir. Düzgün sabundan istifadə edir, özü sərbəst şəkildə əlini qur. Yəni burada böyük qrupda artıq biz uşağa demirik ki, əlin bulanıb, get əlini yu. Burada artıq uşaq özü bilir ki, müəyyən olunmuş bir gigiyena qaydası var. Əlim çirklənibsə, mən gedib əlimi yumalıyam. Artıq özü gedib bunu eləyir. Masa bizdən artıq belə tapşırıq gözləmir ki, biz deyək ki, get əlini yu gəl. Masa arxasında artıq mədəni davranış qaydalarını riayət edir. Yeməyini yerə tökmədən, səliqəli şəkildə yeyir. Baxın, salfetdən doğru düzgün istifadə eləyir. Mədəni şəkildə ki, yemək yedim, ağzımı silməliyəm. Yəni o səliqəyə fikir verməliyəm. Və həyatına, sağlamlığına təhlükə yarada biləcək əşyalarla təhlükəsiz davranma bacarığı nümayiş etdirir. Əgər bir situasiyada qarşınıza çıxır ki, uşaq qayçıdan sərbəst şəkildə istifadə eləyib, rəngli kağızları kəsib, ondan nəsə hazırlayır, biz bunu böyük qrupun ümumi təlim nəticəsi kimi götürəcəyik. İdrakin inkişafı ilə bağlı isə özü, ailəsi, vətəni haqqında məlumat verir, müşahidə etdikləri barədə danışır, artıq ətraf aləmdə baş verən hadisələri adlandırır, yağış yağır, külək əsir, meh əsir, hava günəşlidir, istidir. 5 dairəsində artıq əməliyyatlar yerinə yetirir. Orta qrupda 3 dairəsində idi müəllimlər. Böyük qrupda isə artıq biz gözləyirik ki, uşaq 5 dairəsində riyazi əməliyyatları yerinə yetirsin. Yəni 1-dən 5-ə qədər saymağı bacarsın, 1-dən 5-ə qədər ədədləri bir-biri ilə toplamağı, çıxmağı bacarsın. Əşyaları formasına, ölçüsünə, sayına görə artıq qruplaşdırır. Məsələn, üçbucaqları bir yerə yığır, dairələri bir yerə, kvadratları bir yerə. Böyük, məsələn, dairələri bir qaba yığır, kiçik dairələri bir qaba, orta ölçülü dairələri də bir qaba. Artıq bu o deməkdir ki, qruplaşdırır. Məkan və zamana görə hərəkətlərinin ardıcıllığını təyin edir. Yəni deyir ki, mən dünən gəlmişdim, bugün məşğələdə oynamışam, dünən məşğələdə keçirilən yarışda qalib gəlmişdim. Artıq hərəkətlərin ardıcıllığını deyir də. Bu hadisə dünən baş vermişdi və yaxud bugün baş vermişdi. Həndəsi fiqurlardan yenə də dairə, üçbucaq və kvadratı bir-birindən fərqləndirir artıq. Estetik yaradıcı inkişafda isə verilmiş sujet əsasında artıq təsvirlər çəkir. Biz ona deyirik ki, payız fəsli ilə bağlı bir sujet kompozisiya çəksin, artıq daha geniş bir rəsm çəkir. Rəng çalarlarını artıq bir-birindən fərqləndirir. Sadəcə əsas rəngləri yox, qəhvəyini də, bənövşəyini də, bozu da, çəhrayını da tanıyır. Musiqini də bir-birindən fərqləndirir. Baxın, artıq musiqini bilir ki, uşaq bu necə bir musiqidir. Lirik musiqidir, melodiyası şəndir, yoxsa daha belə sakitdir. Sosial-emosional inkişaf sahəsində də müəllimlər, burada əsas bizim açar sözümüz, ayırd edici fikir, əməkdaşlıq bacarıqlarıdır. Yəni, uşaq 5 yaş dövründə bizim ondan gözləndiyimiz sosial-emosional inkişaf sahəsi daxilində əsas bacarığımız əməkdaşlıq etməyi bacarmasıdır. İndi fəaliyyəti keçəndə, o mövzu da bundan zəncirvari şəkildə bağlıdır. Orada görəcəksiniz ki, 1-3 yaş dövründə, yəni erkən inkişaf dövründə uşaqların
əsas aparıcı fəaliyyət növü əşyavi manipulyativ fəaliyyətdir. Lakin məktəbə qədər təhsil dövründə, yəni 3 yaşdan 6 yaşa qədər əsas fəaliyyət növümüz oyundur. Və biz məsələn 1-2 yaşdakı uşaqlardan oyun qrup, gəlin siz birlikdə əməkdaşlıq edin, qoyulan məqsədə çatın deyə bir tapşırıq verə bilmərik uşaqlara. Bunu yalnız böyük qrupda edirik. Orta qrupdan başlayaraq yavaş-yavaş tətbiq edirik, amma daha çox böyük qrupdan gözləyirik ki, onlar bir-biri ilə əməkdaşlıq edə bilər. Yəni yadda saxlayın, əməkdaşlıq nisbətən böyük yaş, 4-5 yaş qrupunda olan uşaqlara aid olan bir bacarıqdır. Həmçinin bu vaxta qədər öz hisslərini anlayırdısa uşaq, dəyərləndirirdisə, artıq 5 yaşda digərlərinin, baxın bura diqqətlə baxın, digərlərinin arzu və istəklərini də tanıyır. Yəni uşaqda nə yaranır? Empatiya yaranır. Baxın, empatiya hissi bu yaşda yaranır. Qeyd edeyim, empatiya. Yəni 4-5 yaş dövründə başqalarının arzularını, istəklərini dəyərləndirir. Başqalarının hisslərini də bilir ki, qarşısındakı həmyaşıdır, qrupdakı dostu kədərlidir və yaxud sevinclidir, paylaşmaq mədəniyyəti yaranır, empatiya özünü başqasının yerinə qoya bilməkdir də, başqa adamların arzu və istəklərini dəyərləndirmək deməkdir. İndi bilirsiniz ki, bir də məktəbə qədər təhsil qanununa görə hər nə qədər daha çox bizdə məktəbə hazırlıq qrupları ümumi orta məktəblərdə təşkil olunsa da, qanuna görə bu həm məktəbə qədər müəssisədə də təşkil oluna bilər, həm uşaq inkişaf mərkəzlərində də təşkil oluna bilər, əgər ehtiyac buna yaranarsa. Və biz 5-6 yaş dövrünün, yəni məktəbə qədər yaş dövrünün də təlim nəticələrini bilməliyik, standartlarını bilməliyik. Bu yaş qrupunda olan uşaqlarla belə deyim, işimizi qurmağı dövlət standartları çərçivəsində bacarmalıyıq. İndi gəlin məktəbə hazırlıq dövrünün. Ola bilər ki, uşaq bağçadan məzun olub gedib ibtidai sinif müəllimi keçir ona məktəbə hazırlığı. Amma biz bunu məktəbə qədər təhsilə aid olduğuna görə bu hissədə, bu 5-6 yaş qrupu da sırf məktəbə qədərə aid olduğuna görə, aid olunduğuna görə biz bunu da bilməliyik. İndi baxaq ki, bu dövrdə bəs biz uşaqlardan da gözləyirik. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsində fiziki inkişafla bağlı müəyyən olunmuş müxtəlif hərəkətləri artıq yerinə yetirir. Gigiyena qaydalarını özünə nəzarət əsasında nümayiş elətdirir. Yəni artıq dayı gözləmir ki, müəllim ona desin, əlini silmək lazımdır. Deyək ki, uşaq yapışqanla işləyir, əlini nəm salfetlə silir, artıq özü buna qərar verir. Masa arxasında süfrə mədəniyyətinə yiyələndiyini nümayiş elətdirir. Həyatına və sağlamlığına təhlükə yarada biləcək hadisələrdən qorunma qaydalarını artıq, baxın, burada izah edir. Məsələn, uşaq artıq burada bilir ki, zəlzələ zamanı nə etmək lazımdır? Məsələn, tutalım ki, hər hansısa bir yanğın zamanı nə etmək lazımdır? Bu kimi təhlükəli hadisələrdən söhbət gedir də, həyat üçün təhlükəli hadisələr deyəndə. Artıq bu qaydaları izah etməlidir uşaq. İdrakin inkişafı. Özü, ailəsi, vətən haqqında kiçik təqdimatlar eləyir artıq. Verilmiş mövzu ətrafında danışır. Ətraf aləmdə baş verən hadisələrə artıq münasibət bildirir. Məsələn, deyir ki, qar yağıbsa, hava soyuqdursa, biz əynimizi qalın geyinməliyik. Baxın, bu bir münasibətdir. Ətraf aləmdə bir hadisə baş verib, qar yağıb, hava soyuqdur, şaxtalıdır və uşaq bu dövrdə deməlidir ki, mən əynimi qalın giyməliyəm, papaqdan, əlcəkdən, qalın üst geyimindən, paltodan istifadə etməliyəm ki, mənə soyuq olmasın, xəstələnməyim. Yəni bu artıq ətraf aləmdə baş verən hadisəyə bir münasibətdir nümunə olaraq. Hərfləri tanıyır, hərf və səsləri bir-birindən fərqləndirir. Hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən şifahi artıq mətnlər qurur. Kəsmə əlifba yəni əlifbanın hərflərinin də belə kart şəklində kəsilməsi kəsmə əlifba deməkdir. Belə 32 hərfi bir yerə yığırıq, hər bir hərf bir kartda yazılır, belə satışda da var həmin o əlifbanın hərfləri ayrı-ayrı, tək-tək. Bax, kəsmə əlifba odur. Kəsmə əlifba vasitəsilə sözlər düzür, yan-yana qoyur. Məsələn, deyək ki, bayraq sözü yazır. B hərfi, A hərfi, Y hərfi, A hərfi, R hərfi. Bir-bir düzür, sözü əmələ gətirir də elə bir yerdə. Artıq 10 dairəsində riyazi əməliyyatlar. Baxın, böyük yaş qrupuna qədər 5 dairəsi idi. Məktəbə qədər təhsil dövründə isə artıq biz 10 dairəsində gözləyirik. Hadisələri məkan və zamana görə artıq müqayisə eləyir. Deyir ki, bu dünən baş vermişdi, bu hadisə isə ondan 3 gün əvvəl baş vermişdi. Məsələn, həndəsi fiqurlardan yenə də dairə, üçbucaq, kvadratı
aidiyyatı üzrə istifadə edir. Yəni müəyyən bir sxem hazırlayırlar. Ora əgər dairə yerləşdirmək lazımdırsa, dairəni yerləşdirir. Üçbucaq yerləşdirmək lazımdırsa, üçbucağı yerləşdirir. Estetik və yaradıcı inkişaf sahəsində isə artıq sadə kompozisiyalar qurur. Müəyyən hekayələr, ola bilər ki, rəsmlərdən müəyyən kompozisiyalar qurur. Təsvir prosesində rəng çalarlarından artıq doğru düzgün istifadə edir. İfaçılıq bacarıqları, ola bilər ki, hansısa bir alətdə ifaçılıq bacarığını nümayiş elətdirir. Sosial-emosional inkişafda isə ünsiyyətini artıq sosial normalara əsasən tənzimləyir. Baxın, bu nə deməkdir? Bu o deməkdir ki, sosial norma deyəndə böyüklərə hörmət hissinə, zəhmət olmasa, böyüklər danışanda qulaq asmaq, böyüklərə hörmət hissi, həmyaşıdlarına hörmət hissi, dinləmə mədəniyyəti. Baxın, ünsiyyətdə sosial normalardan biri dinləmə mədəniyyətidir. Qarşısındakını dinləmək bacarığı. Bax, bunu artıq nümayiş elətdirməlidir məktəbə hazırlıqda. Daha sonra, yəni dinləməyi bacarırsa uşaq doğru dürüst, bu artıq böyük yaş qrupu, məktəbə hazırlıq dövrünün bir nümunəsidir. Birgə fəaliyyət bacarıqları da, baxın, komandada əməkdaşlıq etməyi bacarırdısa böyük yaş qrupunda, artıq ümumi bir məqsəd uğrunda birgə fəaliyyət bacarıqlarını nümayiş etdirir. Deyək ki, müəllim bir fəaliyyət təşkil edir, orada uşaqlara tapşırır ki, konstruktorlardan bir şəhərcik yaratmalıyıq, hamımız birləşib birlikdə bir şəhər qurmalıyıq əlimizdəki legolarla, uşaqlar yığışıb birlikdə o legolardan bir qüllələr tikirlərsə, hamısı birlikdə bir bina tikib, bir şəhəri, belə deyim, qurmağa çalışırlarsa, onlar nə edirlər? Birgə fəaliyyət edirlər də, düzdür? Çünki bir məqsədimiz var, biz bir şəhər yaradırıq. İndi burada müəllimlər, mən istəyirəm ki, əlavə olaraqdan sizə bir cədvəl nümayiş elətdirim. Bu hissəni diqqətlə dinləyin. Deməli, testlərdə bu bizim qarşımıza necə çıxa bilər, necə görünə bilər? Deməli, baxın, fiziki inkişafda, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsində 1-3 yaş dövründə sadə hərəkətlər sözü qarşınıza çıxacaq. 3-4 yaşda müvazinət sözü, balans sözü, 4-5 yaşda komanda ilə birgə hərəkət, 5-6 yaşda isə artıq özünə nəzarət və təhlükədən qorunma. Baxın, hər yaş dövrünün özünün açar sözləri var bu mövzu ilə bağlı. Bu hissəni özüm bilərəkdən sona saxladım ki, əsas mahiyyəti başa düşək birinci. Sonra açar sözləri onsuz da baxanda artıq hərə öz yerinə yerləşəcək. İdraki inkişafla bağlı. Baxın, müəllimlər. 1-3 yaş dövründə hələ ki uşaq nəyisə əşyaları adlandırmaq səviyyəsindədir. Bayaq nümunə ilə də dedim. Tanımaq, adlandırmaq, göstərmək, sadalamaq. 3-4 yaşda isə artıq orta qrupda uşaq əşyaları nə edir? Artıq bir-birindən fərqləndirir. 4-5 yaşda isə müəllimlər artıq uşaq əşyaları qruplaşdırır. Yəni üçbucaqları bir yerə qruplaşdırır. Dairələri bir yerə qruplaşdırır. Sonra deyək ki, kvadratları bir yerə qruplaşdırır. Bax, beləcə. 5-6 yaşda isə artıq 5-6 öz ailəsi haqqında təqdimatlar eləyir. Baxın, təqdimat etmək 5-6 yaşdır. Məktəbə hazırlıqdır, yadda saxlayın. Müqayisə edir. Bax, bu kimi. Sonra estetik yaradıcı inkişaf sahəsi daxilində 1-3 yaşda uşaq hələ ki rəngləri tanıyır. Deyir ki, bu qırmızıdır, bu sarıdır, bu yaşıldır. 3-4 yaşda isə artıq rəngləri seçir ki, sarı rənglə mən payızda yarpaqları rəngləyəcəm. Əgər payızdırsa, orada yarpaqları sarı rənglə etməliyəm, rəngləməliyəm. Yaydısa, yaşılla etməliyəm. Bax, belə. Sonra 5-6 yaşda kompozisiya qurur artıq həmin rənglərdən. Sosial-emosional inkişafda isə müəllimlər 1-3 yaş dövründə biz hələ ki gözləyirik ki, uşaq belə deyim, emosiyalarını hələ ki ifadə etsin. Öz hisslərini hələ ki ifadə etsin. Düzdür? Jest və mimika vasitəsilə də üz turşudan da bilinsin ki, nədənsə xoşu gəlmir, gülümsəyəndə xoşuna gələn bir şey olsun. 3-4 yaşda isə artıq sadə etiket qaydalarına yiyələnir, sağ ol, zəhmət olmasa, kimi sözlərdən istifadə eləyir. 4-5 yaşın əsas aparıcı bizim deməli açar sözümüz əməkdaşlıqdır. 5-6 yaşda isə sosial qaydalara əməl. Baxın, sosial qayda, sosial norma
məsuliyyət, qərar qəbul etmə. Bunlar hamısı artıq məktəbə hazırlıq qrupunun açar sözləridir. Bax, belə müəllimlər, biz bugün sizinlə məktəbə qədər təhsildə ümumi təlim nəticələrimizə yaş qrupları üzrə baxdıq, bir-bir hamısını sadaladıq. Mən istəyirəm ki, vaxtımız qalmışkən bir də müəllimlərlə sual-cavab eləyim. Baxaq ki, bugün nələr öyrəndik, biraz da biliklərimizi möhkəmləndirək. Könül müəllimə, axşamınız xeyir olsun, necəsiz? Buradasınız? Könül müəllimə. Aha. Lalə müəllimə Qurbanlı. Buradayım mən. Hər vaxtınız xeyir olsun müəllimə, necəsiz? Hər vaxtınız xeyir olsun müəllim. Çox sağ olun. Deməli, Lalə müəllimə, gəlin sizlə başlayaq. Məktəbə qədər təhsildə Başlayın. təlim nəticəsi deyəndə biz nəyi nəzərdə tuturuq? Mənə bir öz sözlərinizlə izah edin bunu. Müəllim, təlim nəticəsi deyəndə belə başa düşdüm ki, təlim nəticəsi uşağın deməli, təlim prosesində öyrəndiyini, onun bacarığını, sonra da davranışını göstərməlidir. Məşğələ prosesində əvvəlcə öyrəndiyini, bacarığını və sonra isə axırda o bildiyini, bacarığını öz davranışında göstərməlidir. Aha. Və biz bir-iki dənə təlim nəticəsi nümunə ilə mənə deyin görün. Baxın, dərsdə də sizə nümayiş elətdirdim burada. Baxın. Məsələn, fiziki inkişafda var deməli, qoy görüm nə idi yadımdan çıxdı. Sadə hərəkətləri yerinə yetirir. Gözəl. Elə sadə hərəkətləri yerinə yetirir. Aha. Sonra var, məsələn, masa arxasında ikinci o masa arxasında da gigiyena qaydalarına əməl eləyir. Gözəl. Onu deməli istifadə eləyir. Gözəl. Məsələn, sonra idrakda var idi. Məsələn, özünü, ailə üzvlərini, vətənini adlandırır. Yəni ki, bu 4 inkişaf sahəsini mən belə başa düşdüm ki, hamısı bir-birinə əlaqədar olmalıdır. Deməli, uşağın onların hamısı birlikdə onların təlim nəticəsi olmalıdır. Biri yox. 4'ü də o inkişaf sahəsi orada öz əksini Bəli, tapmalıdır. müəllimə, doğrudur, tamamilə düzgündür. İndi siz mənə deyin görüm ki, təlim nəticələrinin ümumi hansı xüsusiyyətləri var? Təlim nəticəsi necə yazılmalıdır? Təlim nəticəsi, məsələn, mənim yaş səviyyələrinə görə yazılır. Aha. Ondan sonra bir də məzmun üzrə təlim nəticələri var, bir də məşğələnin sonunda təlim nəticələri Üç var. növü var Yaş məktəbə səviyyə- qədər təhsildə. Hə, Gözəl. yaş səviyyəsində, yəni ki, yaş səviyyəsi ilin sonundadır o. Aha, müəllimə, hiss olunur Uşağın ki, yaş dərsi səviyyəsinə diqqətlə görə dinləmisiniz. Gözəl. Aha. hə, yaş səviyyəsində odur ki, yəni ilin sonunda, bir ilin sonunda uşaq hansı təlim nəticəsinə çatır. Aha. Sonraki o məzmun üzrə də təlim nəticəsi də onu başa düşdüm ki, mövzu üzrə təlim Aha, nəticəsidir. gözəl. Yəni keçirilən hər hansı bir mövzu üzrə təlim nəticəsidir. Doğru. Məşğələ üzrə də təlim nəticəsi, yəni məşğələnin daxilində gedən təlim nəticəsidir. Bir məşğələ üçün nəzərdə tutduğumuz təlim Hədən məşğələ, nəticəsi. keçirdiyi məşğələnin daxilində sonluğunda verilən təlim nəticəsidir. Aha, gözəl müəllimə, təşəkkür eləyirəm, əla. İndi digər müəllimlərimizə də baxaq. Burada Könül müəllimə. Bayaq deyəsən mikrofonu aça bilmirdi Könül müəllimə. Könül müəllimə. Səadət müəllimə ilə davam edək, sonra baxarıq. Səadət müəllimə, axşamınız xeyir olsun. Hə, açılmır mikrofonunuz müəllimə, eybi yox. Gələn səfər sizinlə də sual-cavab eləyərik. Bugün izləyin, gələn səfər Könül müəllimə sizinlə də sual-cavab edərik. Aha, deməli, müəllimə, siz mənə deyin görüm Səadət müəllimə. Məktəbə qədər təhsildə ümumi bizim təlim nəticələrimiz var, yaş səviyyəsinə uyğun bugün keçdiyimiz bu mövzu. Bu necə tənzimlənir, xüsusiyyətləri hansılardır, niyə görə ümumi təlim nəticələri var, nə işə xidmət eləyir? Öz sözlərinizlə necə başa düşürsünüz elə deyin. Axşamınız xeyir müəllimim. Axşamınız xeyir müəllimə, necəsiz? Yaxşıyam, sağ olun müəllimim. Mən dərsə biraz 15 dəqiqə olmuşdu, sonra qoşulmuşam. Elə bir yarısından qoşulmuşam. Burada gəlin sonlardan dinləməmişəm. sizə sual verim. Baxın Hə, müəllimə. olar. Baxın bu 3-4 yaş qrupunu baxmışdınız orta qrupa. Bu hissəyə Bəli, çatmışdınız. bəli, baxdım. Aha. Bəli, bəli. 4 inkişaf sahəmiz üzrə ümumi təlim nəticələrimiz var da hər yaş səviyyəsinə görə. Aha. Bəli. Orta yaş qrupunda
bizim hansı təlim nəticələrimiz var və burada diqqət etməli olduğumuz məqamlar nələrdir? Fiziki inkişafdan Aha, başlayın. buyurun müəllimə, buyurun. 3-4 yaşında dediniz müəllimə. Bəli, bəli, orta qrupdakı təlim nəticələrimiz. Hə. Aha. Məsələn 3-4 yaşında uşaqlar stol arxasında əyləşirlər. Bir qədər çəngəldən, qaşıqdan istifadə özləri edirlər. Yemək Bilirlər dəstindən. Aha. ağızdan Aha. dəstindən, ağızlarını salfetka ilə silirlər. Aha. Əlləri batıq olanda məsələn bilirlər ki, əlləri batıqdır. Aha. Sonra deyim. Balans, müvazinət hansı yaş qrupundadır? Hə. Balans müqaviməti özü saxlamaqla Aha. hərəkətlər edirlər. Aha. Özləri saxlamaqla. Aha. 2-3-də köməli, necə deyim, ifadə edə bilmədim sözümü. Hə, müvazinəti özləri saxlamaqla Bəli, kömək hərəkətlərini olmadan. edirlər. Aha. Kömək olmadan. Aha. Sonra baxın Sonra həyatda- Aha. idrakin inkişafında da ki, uşaq özü ailəsi haqqında özü danışa bilir, Aha. məlumat verə bilir, öz fikirlərini çatdıra bilir, izah eləyə bilir. Aha. Sonra həndəsi fiqurlardan haqqında dairə, üçbucaq, kvadratı adlandırır. Aha. Rənglərdən özü seçir. Məsələn, yaşılı, qırmızını. Əgər sarıdırsa, deyir, məsələn, günəşin şəklinin məsələn sarıdırsa, sarı ilə çəkə bilir. Yarpaqları, payızın fəslində yarpaqları sarını karandaşı özü seçir, özü çəkə bilir. Sadə təsvirlər çəkilir. Hələ ki, sadə ağac şəkli, insan şəkli, ev Hə, sadə. şəkli. Sadə, bəli. Bu baxın qabağında sadə sözü olmalıdır. Sadə təsvirlər çəkir. O məsəl fəsildə artıq Bəli, bir sadə. kompozisiya qurmaq artıq 5 yaşa aiddir, məktəbə hazırlığa. Kompozisiya sözü varsa estetik yaradıcıda, bilin ki, bu 5-6 yaşdır. Bəli. Yaxşı? 5 yaşında Aha. uşaqlar. Bəs Bəli. baxın, riyaziyyatla bağlı neçə dairəsində ədədləri bilir orta qrupda? Onlar 3 4 dairəsi, 5 aha. dairəsinə qədər. 3 dairəsi. 3 dairəsində Aha. riyazi əməliyyatları yerinə yetirir. Aha. Əşyaların formasına, ölçüsünə görə fərqləndirir. Aha. Həndəsi fiqurları dairə, üçbucaq, kvadratı adlandırır. Aha. Sonra sadə təsvirlər çəkir. Aha. Təsvirlərə uyğun rəngləri istifadə edir. Musiqini anlayır, ifa bacarığı ilə nümayiş etdirir. Müəllimə, siz mənim deyin görüm. Təsvirlərində uyğun rənglərdən istifadə edir. Bu necə bir situasiyadır? Nədir o? Uyğun rənglərdən istifadə etmək nə kimi bir formadır? Nümunə də demişdim ha, məsələn, təsvirdə uyğun rəngdən istifadə etmək. Məsələn, deyək ki, situasiyada otun rəngi yaşıldırsa, uşaq götürüb onu bənövşəyi rəngdə çəkirsə, deməli, uyğun rəngdən istifadə edir, yoxsa yox? Yox, eləmir. Aha. İstifadə edə bilmir. Edə bilmir. Yəni, ətraf aləm haqqında artıq uşağın o qədər belə dəqiq bir müşahidəsi olmalıdır ki, hər şeyi öz rəngi ilə çəksin. Nə bilim, günəş sarıdır da, düzdür? Onu götürüb Bəli. boz rəngdə çəkmək olarmı? Yəni, bu düz gəlirmi? Xeyr, xeyr. Boz və... Məsələn, ağac şəklini uşaq 4 yaşında ağac şəklini çəkir, Aha. otun şəklini çəkir. Aha. Sadə ünsiyyət bacarıqları etiketlərindən istifadə edir. Aha, gözəl. Müəllimə, bəs bir də mən bir sualım var. Bu bütün qrupun hamısınadır bu sual, təkcə Bəli. deyil. Ümumi kim cavab verirsə versin. Deməli, siz mən deyin görüm. Ümumi təlim nəticələri əsasında biz 2 dənə didaktik prinsipə riayət etməliyik. Hansılardır onlar? Şimdi səs qarışıyor. Müəllimə, sizin mikrofonunuz problem var. Səsiz belə qəribə gəlir müəllimə. İstəyirsinizsə çata yazın Gönül müəllimə. Yaza bilirsiniz çata. Yazın çata. Hansı prinsiplərdir? Lalə müəllimə, buyurun siz. Deyim mi? Buyurun. Mənim buyurun. biri nəticə yönümlüşdür. Biri nəticə yönümlüşdür, biri də inteqrativlik. Müəllimə, baxın bir söz. İnteqrasiya. Baxın,
İndi bir yaxınlaşmısınız, indi bir söz deyim, dəqiqləşdirək tam. Hı. Nəticə Bir yönümlülük, də varislik prinsipi əsasında gedir bəli, sahibə varisliklə, mürəkkəbi. əsasən varisliklə Hə, inteqrativlikdir. proqram varislik prinsipi əsasında gedir sahibə Aha, mürəkkəbi. gözəl. Uşaqların yaş Aha, səviyyəsinə görə. aha. Varislik deyəndə müəllimə Sonda da belə nəticə yönümlüyə əsaslanır da bu şeylər, təlimin nəticələri. Aha, bunu baxın indi mən sizə bir söz deyim. Mən dedim ki, Hə. məktəbə qədər təhsildə 3 növ təlim nəticəsi var. Biri bizim bu keçdiyimiz yaş səviyyələri üzrə ümumi təlim nəticələridir. Bax bu gün keçdiyimiz. Hə. Biri Məzmun üzrə. mövzu üzrə təlim nəticələrdə bir 10 günlük, 2 həftəlik olan. Biri də hər məşğələ üçün, o 20 dəqiqəlik, 15 dəqiqəlik məşğələnin bir məşğələ üçün də, yəni təlim nəticəsidir. Oldumu 3 növün üçü də. Bütün təlim nəticələri fərq etməz orta təhsildə, istəyir ali təhsildə, istəyir məktəbə qədər təhsildə. Bütün təlim nəticələri nəticə yönümlü olmalıdır. Bu hamıya şamil olunur. Yəni burada bir istisna yoxdur. Amma bizim bugün keçdiyimiz bu ümumi təlim nəticələrində əsas qayda o idi ki, varislik əsasında və inteqrativlik prinsipi. Varislik sadədən mürəkkəbə Aha, gedir. niyə görə varisliyi əsas tuturuq müəllimələr? Çünki yaş Mən- səviyyələrinə görədir varislik Çünki yaş deyəndə. səviyyələrinə görə uşaqlar 1 yaşında böyük qrupun proqramını ona verə bilmək olmaz axı mən. Aha, gözləntimiz də o olmamalıdır. Yəni balaca O, uşaqdan aydın. böyüyün gözləntisini almırıq. Düzdür? Ona görə balacadan nətər başlayaraq böyüyə doğru sadədən Sadədən aşağıdan mürəkkəbə. yuxarıya doğru. Aha. Bəs inteqrativlik, müəllimələr, inteqrativlik. O inkişaf sahələri arasında əlaqələndirir də müəllim. Aha, gözəl. Bu nə deməkdir? Biraz açın müəllimə. Yəni uşağın təlim tərbiyəsində dünyanın bütöv və bölünməz obrazını Hə. veririk. Və Düzdür? obrazı veririk və uşağın hər birində bu inkişaf sahələrinin hamısı formalaşmalıdır. Əla, gözəl müəllimlər, yaxşı, əla. Digər sual-cavab hissəyə gələndə dərsi dinləyən müəllimələrin əksəriyyəti dərsdən ayrılır, sonra 4-5 nəfər adam qalıb. Mən sizə aktiv iştirakına görə hər birinizə təşəkkür edirəm. Bir də bir sual vermək istəyirəm ki, bu göndərdiyim PDF-ləri oxuyursunuz müəllimlər. Necədir orada vəziyyət? Testlərimi deyim, eləyirsinizmi bunları? Yoxsa hələ açmamısınız? Bugün artıq bizim 4-cü dərsimizdir sizin qrupla səhv eləmirəmsə. Bəli. Müəllimələr, mütləq əgər eləməmisinizsə, mütləq şəkildə eləyin. Yəni istəyiriksə ki, nəticəmiz yüksək olsun, ardıcıl olsun, sistemli olsun öyrəndiklərimiz, mütləq şəkildə testləri eləmək vacibdir. Həmçinin mənim sizin üçün tərtib elədiyim testlər tamamilə imtahan tipli testlərdir. Eləyin onları da, nəsə bir sualınız yaranarsa mütləq şəkildə bildirin yəni. Yaxşımı? Testləri mütləq eləyin. Çünki bizə test düşəcək də imtahan sualı olaraq, özünüz bilirsiniz. Test yaxşıdır. Bəli, testləri mütləq göndərdiyim bütün testləri eləyin müəllimlər. Hamısı imtahan tiplidir, situasiya tiplidir, uyğunluq. Yəni testin bütün formalarını mən özdə proqramı yeniləyirəm deyə, hamısı yeni testlərdir. Kim eləmirsə mütləq şəkildə eləsin. Yəni bunu da ayrıca deyim sizə. Yadınıza salın yəni. Oldu müəllimlər. Hər birinizə uğurlar arzulayıram. Çox sağ olun İnşallah müəllim. 4-cü günü görüşərik. Ümid edirəm ki, faydalı oldu bugünkü izahımız sizə. Hı.